Newlezginka tənzimimizin 8-ci hərəkəti. Bu hərəkət ki gördünüz, buna biz ad vermişik 2-ci vəziyyəti yürüş. Ki qabağa gəlirik və dalıya gedirik. Hərəkət kolliyyat 8 şumarədir. Xodu bu hərəkət. Vəli biz sayılarımızda 6 şumarə sayırıq. Hala kamil indi ərz edəcəm. Ayaqlar bu modeldədir ki, qabağa sarı hərəkətimiz, hala istartda bunu saxlayıram, sağ ayaq pəncədə, o birisi ayaq kəfdə. Deyirik, şappa, həman olur 1, şumarə 2-də, 2, daban gəlir, pəs 1, 2, pəs şappa, daban. Şappa, daban, şumarə 3-də hərəkətimiz var idi, 6-8-də də işləmişik. Çörmə ya çevirmə ki, ayaq gəlir, daban olacaq kəf, bu birisi ayaq olacaqdır dırnaq. 3, pəs baxın, bir seri görsədirəm, bu zaviyədə görsədim. Deyirik, 1, daban, 3, pəs 1, daban, 3, dal ayaq dırnaq, qabaq ayaq kəfdə, dizlər, bir balaca qəddaqdır. Pəs, bu oldu. Deyirik, 1, 2, 3. İndi, həman vəziyyətdə gəlmişəm qabağa, yürüş olub qabağa, gedirəm dalıya. Sağ ayaq başlayır dübarədən. 4, 5, pəncə. Əvvəlminci pozisyonu saxladı. Pəs, baxaq biz edə. 1, 2, 3. Sağ ayaq başlayır. 4, 5, pəncə. Dalıya gedəndə ayaqların, misal, indi burada saxlayıram dırnaq. Dalıya gedəndə baxsaz, bu ayağın pəncəyə kəfliği məmuli dalıya getməkdir. Baxsaz, 4, 5, pəncə. 4, 5, pəncə. Pəs, kolli hərəkətimiz 6 şumarə ki, əlbəttə, burada 4-dən 8-i saymırıq, vəli var, gizlindir. Yəni, baxın, istəsəm saya bilirəm. 1, 2, 3, 4, 5, 6, 7, 8. 4-dən 8 gizlindir. Yəni, vardır, vəli saymırıq. Həman o məksimizdir. Pəs olur 1, 2, 3, 4, 5, 6. 1, 2, 3, 4, 5, 6. Mühümtərin bir zəki bu hərəkəti gözəltər görsədər. Budur ki, hərəkət baxsaz, mən bir dənə halət görsədirəm, özü mütəvəccə olacaq. Bu modeldə icra olunmur. Bu modeldə deyil. Biz dizlərimizdən köməklik alırıq ki, yürüşü və dalıya getməsin gözəltər olsun. Yəni, ayağı üstəşə aparmaqla. Baxsaz, bərcəst edirəm hərəkəti. Dikəldirəm. Deyirik, 1, görsünüz, ayaq üstdən gəlir. Şappa, daban, dırnaq. Qeydəndə dalıya baxın, yenə bərcəst edirəm. 1, 2, 3. Yəni, elə bücür yeriyirəm. Ya bücür dalıya gedirəm. Lütfən, başlayaq hərəkətin ayaqların təmrin eləyək və idaməsində əllərin tozif verib məsələn. Bu hərəkətimizin əllərin biraz da tozif verəcəm. Pozisyonları ki, bu hərəkətdə istifadə olunur, əllərdə budur. Biz yumruğu örgəşmişdik. Bu iki kəmərdə saxlayırıq, bunu da örgəşmişdik. Belimizdə olur. Bir dənə bu halətimiz var. Bir dənə bu halət var ki, çoxlu istifadə elədik. Əllər qabaqda, kəf baxır qabağa sarı. Zaviyəsi təqribən 30 dərəcədir. Bunu işləmişik və taza bir əl pozisyonları ki, bu hərəkətdə istifadə edəcək. Bir dənə bu halətdir ki, əlin, qabaq əlin kəfi baxır, üst əlin kəfi baxır qabaq, aşağıdakı əlin kəfi baxır dalıya və bərəksidir. Yəni, bir seri sağ, bir seri sol. Pəs, bir dənə pozisyon budur, bir daha pozisyonimiz bu halətdədir, biri bu halətdə və bir dənəsi də bu halətdə. 5 barmaq həmişə bir-birindən bir işlərin fasiləsi vardır. Xob, ayaqların nə cür kupl olur? Deyirik, şumarı 1-də ki, ayağın kəfi, şappa dəyir yerə, əllər yumruğumuzu saxlayırıq. 1, şumarı 2-də ki, daban gəlir, əlimiz müxalif ayaq, yəni sağ əl açılır, əşaya, sol əl üstə, 1, 2, şumarı 3-də ki, dırnaq gəlir, əllər dırnağımızın məsirini görsədir, 3, 4 ki, məks idi, indi 5, 6, 7, 5, 5, 6, 7-də əllər gedir, yenə də yumruq olur. 7, 8. Dübarə təkrar eləsək, pəs olur. 1, 2,
3, 4, 5, 6. Pəs 1, 2, 3, 4, 5, 6. 1, 2, 3, 4, 5, 6. Mühüm nöqtələrdən ki, gərək riayət edəsiniz əllərdə budur ki, əl pozisyonlarımızdan bexüsus bu əllərimizdə başardıqca dirsəyinizi aparasınız üstə, əlinizin kəfini qəşəng nişan verəsiniz. Bu bizim əlimizdə burada. Baş feylən zaviyələrin işləmirik və çünki bir miqdar təsəllüt çoxtar istəyir bu qəziyyə, vəli istəsəz ki, bu hərəkəti başında icrələyəsiniz, kollən qabaqdadır, fəqət şumarı 3-də ki, dırnaq olur, baş dönür dırnağın cəhətinə. Kolliyyat əlimiz budur. Lütfən, ayaqları kamil yerinə salandan sonra təhti əllərin təmrin eləyin. Əllər otursun yerində ki, olur 1, 2, 3, 4, 5, 6. Fəqət bu işi görün və sonra ayaqlarına neyləyin? Sink eləyin. Məmnunam biləzdən.